Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı NASCO 28-in açılış mərasimi baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransa dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. Rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO 28 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Konfransa rekord sayda müraciət daxil olmuşdur. Digər illərə münasibətdə bu illəri məsəl üçün 649 iştirakçı müraciət etmişdir öz konfrans materialları ilə. Onların arasından konfransın tələblərinə uyğun olaraq 610 iş seçilmişdir. Bu da 93% deməkdir ki, konfransın yüksək səviyyədə keyfiyyətə malik olması haqqında bizə məlumat verməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, bu illəri iştirak edən doktorantların və gənc tədqiqatçıların müxtəlif ali müəssisələrindən, təhsil müəssisələrindən olması da diqqəti çəkirdi. Belə ki, onlar 61, yəni ölkə daxilində 61 ali təhsil müəssisəsi və elmi tədqiqat institutunu təmsil edirdilər. Eləcə də bu illəri xaricdən 11 universitetdən, xüsusilə Türkiyədə, Almaniyada təhsil alan doktorantlardan da materiallar göndərilmişdir. Konfrans çərçivəsində 61 yerli və 11 xarici ali təhsil müəssisəsindən doktorant və gənc tədqiqatçıların tezisləri təqdim olunub. Rektor rəhbərlik etdiyi universitetdə gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan da danışıb. Konfransda çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlərdən söz açıb. O deyib ki, məqsəd yalnız nəzəri bilikləri artırmaq deyil, elmin iqtisadiyyat və cəmiyyətdə inteqrasiyasını gücləndirməkdir. 2 gün davam edəcək konfransda elm əsaslı innovasiya və akademik Yusif Məmmədəliyevin irsi mövzularında panel müzakirələr, elmi məruzələr və fikir mübadiləsi ilə təşkil olunacaq. NASCO 28 gənc alimlər üçün elmi fəaliyyətlərini təqdim etmək, təcrübə paylaşmaq və beynəlxalq standartlarda inkişaf etmək üçün mühüm platformadır. Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim Media.